Coşqun Rəhimov Mr. Bean obrazını axmaq adlandırıb və deyib ki, Mr. Bean aktyor deyil. Bir axmaq bir vəziyyətdə tamaşaçını güldürən bir aktyordur. Aktyor demək olarsa ona, yəni insan beləsinə aktyor demirlər. Bu aktyor deyil, yəni. Bəli, o düz vurğulayıb, Mr. Bean aktyor deyil. Mr. Bean Rowan Atkinson'ın canlandırdığı bir obrazdır. Mən deyərdim ki, Mr. Bean'in oyuncaq ayısı Coşqun Rəhimovdan daha istedadlıdır. Tarixə nəzər salsaq, görərik ki, Şərqdə ilk qadın obrazını Azərbaycanlı aktyor Muxtar Bədəlbəyov oynayıb opera teatrında Leyli obrazını canlandıraraq. Əhməd bəy Bədəlbəyov qadın obrazını oynayan ilk aktyorlarımızdan biridir və onlar tarixin o mental dəyərlərinin hökm sürdüyü bir dönəmdə çətinliklə sənət uğrunda mübarizə apararaq öz soyadları kimi, yəni bədəl ödəyərək, ölümlə üz-üzə duraraq onlar qadın obrazında çıxış ediblər. Coşqun Rəhimov kimi şahların önündə göbəyə atmayıblar. Eynilə də Rowan Atkinson bunu etməyib, qurşaqdan aşağı zarafatlar etməyibdir. Sən Coşqun Rəhimov o dönəmdə yaşasaydın, inanmıram ki, sən qadın obrazında çıxış edərdin səhnədə. Nəinki qadın obrazı, heç liftçik tumanda çıxıb səhnədə tamaşa göstərməzdin qorxundan. Rowan Atkinsona qaldıqda isə o sözsüz cümlə belə istifadə etmədən insanları güldürə bilir və o bəşəri dildə sənət nümayiş etdirir. İngiliscəni bilməyən hər kəs onun zarafatlarına gülə bilir və onun obrazının altında psixoloji qatlar yatır ki, bu Freud nəzəriyyəsi də buna aiddir. Çox dərin mövzudur, çox geniş danışmayacağam. Yəni qısaca demək istəyirəm ki, Coşqun Rəhimov, sən hələ get, öyrən ki, Mr. Bean aktyor deyil, o obrazdır.